Törəmə tətbiqi ilə məsələ həlli. İlk sual. Bunlar çətin tipli və blok tipli suallardır. Deyir ki, tam səthinin sahəsi 24 pi santimetr kvadrat olan silindrin oturacağının radiusu nə qədər olmalıdır ki, onun həcmi ən böyük olsun. Silindri çəkirik. Oturacağının həcmi ən böyük olsun. Deməli, biz bilirik ki, silindrin S tamı 2 pi r kvadratı üstəgələ 2 pi r h bərabərdir 24 pi-yə. Özü veribdir orada. R kvadratı, buradan ixtisarlar gedir. 2 pi'lər ixtisar gedir. Qalır R kvadratı üstə RH bərabərdir. Hər tərəfini 2'yə böldüyümüz üçün bu qalır 12. RH də bərabərdir 12 çıxılsın R kvadratı. Hündürlüyü buradan tapanda isə vurmanın əksi bölmə olduğuna 12 çıxılsın R kvadratı böl R. Bizdən oturacağının həcminin nə qədər olmasını soruşur. Həcm düsturu V bərabərdir pi r kvadratı h-dır. Pi r kvadratı h-ın yerinə 12 çıxılsın r kvadratı böl r yazacağım. Bunu biraz sadələşdirsək, vursaq olur 12. İxtisarlar r'lər ixtisar gedir. Vurub açanda olur 12 pi r çıxılsın pi r kubu. Pi-ni, pi r-i r kvadratına vuranda pi r kubu. Sonra bunun həcmini törəməsini sıfıra bərabər edəcəm. Bunun törəməsini tapan zaman bunun törəməsi 12 pi, bu pi r kubun törəməsi isə 3 pi r kvadratıdır. Dərəcə 1 vahid azalır. Tərəf-tərəfə bunları ixtisar edəndə 3'ə böləndə eləyir. Pi'lər ixtisar gedir. Sildik pi'ləri. 12'ni 3'ə böləndə 4, 3'ünə ixtisar gedir. R kvadratına bərabər 4 bərabər R kvadratı, R də bərabərdir 2. Sonra 5-ci sual, ancaq çətin tipləri izah edirəm. 5-ci sualda deyir ki, düzgün üçbucaqlı prizmanın yan üzünün perimetri 12'dir. Oturacağının tərəfinin uzunluğunun hansı qiymətində prizmanın həcmi ən böyük olar? Deməli, bunun oturacağı bərabər tərəfli A. Daha doğrusu, bəli, bərabər tərəfli üçbucaqdır. Deməli, bu isə bunun hündürlüyüdür. Bizə deyir ki, onda elə belə başa düşürük ki, bizə nəyi veribdi? Yan üzünün perimetrini. Yan üzü də bunun düzbucaqlıdır. Baxın, göstərirəm. Bunun yan üzü düzbucaqlıdır. Düzbucaqlında perimetri 2 dənə A var, 2 dənə H var, hündürlüyü var. 2A üstə 2H bərabərdir 12'yə. 2 çıxır mötərizə xaricinə A plus H bərabərdir 12'yə. 12'ni 2'yə bölürük. A plus H bərabərdir 6'ya. Sonra bunun həcm düsturu V bərabər S oturacaq vurulsun H düsturuna əsasən. Bunun S oturacağı, yəni oturacağı bərabər tərəfli üçbucaq olduğu üçün bərabər tərəfli üçbucağın sahə düsturu A kvadrat kök 3 bölünsün 4'dür. Vurulsun. Buradan hündürlüyü tapanda 6 minus H bərabər 6 minus A olur. Buna vurduqda ifadəni biraz sadələşdirəndə A kvadratını buna vurduqda eləyir 3 vurulsun. 6 ilə 4'ü ixtisar etdim burada. Burada 3 qaldı, burada 2 qaldı. 3A kvadratı kök altda 3 bölünsün 2. Çünki məxrəcdə 2 qaldı. Bir də bunu eyni anda A'ya da vuranda eləyir A kubu kök 3 böl 4. Və bunların ayrılıqda törəməsini tapıb sıfıra bərabər edəcəm. Bunun törəməsini tapan zaman bunun ikisi keçir bunun önünə. Olur 2 vurulsun 3 kök altında 3A böl 2. 2'lər ixtisar gedəcək. Çıxılsın 3A kvadratı. Hardan bildik? Bu A kubunun törəməsi 3A kvadratıdır. Bu kök 3'dür böl 4. Bərabərdir. 0 halında yazırıq. Sonra bu 2'lər ixtisar getdikdən sonra bunları yığanda bir yerə qalır. 12 kök altında 3A bərabərdir. 3A kvadrat. Çünki bu ixtisar gedir. Bunu 12'yə gətirdik. 3A kvadratı kök altında 3. Kök 3'lər ixtisar gedir. 12 A'lar ixtisar gedir. 12 ilə 3 ixtisar gedir. Qalır 4A bərabər A kvadratına. Buradan bu A'lar ixtisar gedir. A bərabər 4 halında olur. Yəni bizdən də tərəfi soruşurdu. Cavab 4 verir.